Salam əziz və dəyərli abituriyentlər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Hal-hazırda mən sizə 2020 sınaq adlandırılan test kitabçasından ikinci sınağın izahını verəcəm. Əvvəla bunu qeyd edeyim ki, bu sınaq kitabçası, bu test 20 sınağın 3-cü qrupuna aiddir. 3-cü qrup kitabçasıdır. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə videoların, çəkilişlərin, sual izahlarının, test izahlarının, dərslərin davamını istəyirsinizsə, kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Keçək sualların izahına. Sual 1. Səbəb nəticə əlaqəsinin pozulduğu cavabı müəyyən edin. A variantı. Şəngin üsyan nəticəsində öldürülməsi, Dərbəndlərin hakimiyyətə gəlməsi. Bu doğru cavabdır. Bizdən səhv cavab istəyir. A getdi. B variantı. Canlı bəyan Təbrizə hücumu 1357-ci il, Hülakilərin süquta uğradılması. Bu da doğru cavabdır. Getdi. Teymurun şəxslər arasında çəkişmələrin güclənməsi, Cahanşahın İranın mərkəz və şərq vilayətlərini ələ keçirməsi. Bu da doğru cavabdır. C variantda getdi. Baharlı sülaləsinin son nümayəndəsi Həsənlinin hakimiyyətdən uzaqlaşdırılması, Bayandurların, yəni Ağqoyunların hakimiyyətə gəlməsi. Bu da doğru cavabdır. Səhv cavab oldu Y. Baxaq, Otuqbələ döyüşünün baş verməsi, Osmanlı qoşununun Azərbaycan şəhərlərinə daxil olması səhvdir. Otuqbələ döyüşündə Osmanlılar qalib gəlsələr də Azərbaycanda möhkəmlənə bilməyib geri qayıtdılar. Fatih Mehmet geri qayıtdı. Birinci sual bu qədər. İkinci sual. Şirvanşahlar dövləti 3-cü Mənüçöhür, 1-ci Axsın. Hər ikisi Kəsranilər sülaləsinin nümayəndəsidir. 3-cü Mənüçöhür. İraq Səlcuq Sultanı Sultan Mahmudun hücumuna məruz qalması düzdür. Səlcuqlarla münasibətləri pozduğu üçün Sultan Mahmud 1123-ci ildə hücum eləmişdi Mənüçöhrün üzərinə. Dərbəndilər sülaləsinin nümayəndəsi bu səhvdir. 1125-ci ildə 4-cü Davidin ölümü ilə Şirvan tam müstəqilliyini bərpa elədi. Bu da doğru cavabdır. 1A. 1-ci Axstan. Dövlətin yaradılması təbii ki, 1-ci Axstana aid deyil. Şirvanşahları hesabı müxalif yaradıb. Paytaxtın Şamaxıdan Bakıya köçürülməsi 1192 bu aiddir. Qızıl Ordunun hücuma məruz qalması bu dövrdə Qızıl Ordu yox idi. Bu adam 12-ci əsrdə hakimiyyətdə olub. Ona görə cavab oldu 1AC, 2B. Yəni Y variantı.